Qubanın 2-ci Nüqədi kəndində yerləşən uşaq bağçasının körpələri də yeni ili xüsusi maraq və həvəslə gözləyiblər. Bağçanın həyətində öz körpə əlləri ilə bəzədikləri şam ağacı da balacaların bayramı hansı maraqla gözlədiklərindən xəbər verirdi. Dünya Azərbaycanlılarının həmrəylik gününə və yeni ilə ciddi hazırlaşan balacalar hazırladıkları bayram konsertinə dövlət himnini oxumaqla başladılar. Daha sonra milli ruhda şeirlər səsləndirildi. Yüksekliğe kaldırmışsan Azerbaycan bayrağını, düşmanlardan korumuşsan Azerbaycan torpağını. Heydər baba siyasetle haber verirsen severden, kalkı böyük mühabbetle xilas ettir xəyanetten. Onların söylədikləri şeirlər, şifahi xalq ədəbiyyatı nümunələri də balacalarda milli ruhun yüksək olduğundan xəbər verirdi. O hansı ağacdır ki, bütün fəsillərdə yaşıl olur? Bayram münasibəti ilə balacaların hazırladıkları kompozisiyalar təkcə bununla yekunlaşmır. Onların iştirakı ilə səhnələşdirilən Tıktıq xanımın nağılı da həm balacaların, həm də böyüklərin marağına səbəb oldu. Daha sonra yeni ilin əsas qəhrəmanlarından olan Şaxta Baba və Qarqız səsləndi. Bugün bizə kim qonaq gələcək? Onların gəlişi ilə balacaların yeni il şənliyi daha da canlandı. Şaxta Baba üçün şeirlər deyildi. Əzizim vətən yaxşı, deyməyə kəsən yaxşı, gözməyə qalbəkə, ölməyə vətən yaxşı. Dağlarda çən görmüşəm, baharı şən görmüşəm, vətəni gen görmüşəm, bayrağına baxanda. Şam ağacının ətrafında rəqs edildi, mahnılar oxundu. Oxuduqları mahnıların əvəzində Şaxta Babadan hədiyyələr alan uşaqlar bayram süfrəsinə əyləşdilər. Bayramı çox təşəkkür etdim. Bayramımız çox qəşəng keçir. Bayramımız mübarək. İstərdim ki, yeni ildə Qarabağ bizim olsun. Tədbirin sonunda uşaqları təbrik edən bağça rəhbərliyi xalqımızı qarşıda gələn bayramlar münasibəti ilə təbrik etdi. Bugün bizim bağçamızda 31 dekabr həmrəylik günü və yeni il bayram münasibətilə şənlik keçirildi. Uşaqlar Şaxta Babadan hədiyyələrini aldılar. Yəqin ki, razı qaldılar. Mən bu körpələrin timsalında bütün körpələrimizi və eyni zamanda bütün xalqımızı həm 31 dekabr həmrəylik günü, həm də yeni il bayram münasibəti ilə təbrik edirəm. Hamıya uğurlar arzulayıram. Biz də deyilən təbriklərə qoşulub bütün xalqımızı